Deyir ki, hər kəs sevdiyi ilə bir yerdə olacaq. Baxın, görün kimi sevirsiniz, qardaşlar. Dünya malını sevsəz, Peyğəmbərdən çox. Dünya malı sevənlərlə bir yerdə həşr olacaqsınız. İçki içənləri sevsəz, onlarla. Oğruları sevsəz, oğrularla. Zinakarları sevsəz, zinakarlarla. Qumarbazları sevsəz, qumarbazlarla. Rüşvətxorları sevsəz, rüşvətxorlarla. Axır ki, kimi sevsəz, onlarla bir həşr olunacaqsınız. Amma Muhammed sallallahu aleyhi və sələmi sevsəz, o ilə bir yerdə olacaqsınız. Qiyamət günü. Və bu elə-belə neymət deyil, ha. Onun yanında olmaq üçün, onu sevmək lazımdır, həqiqi mənada. O sevgini əməllə təsdiqləmək lazımdır. Bayaq dediyim əməllərlə. Və Rasulullah sallallahu aleyhi və səlləm necə ki biz onu görmədən sevirik, o da bizi görmədən sevirdi. Bu çox qəribədir ya, qardaşlar. Qiyamət günü gələcəksən, o səni çağıracaq və bağrına basacaq, qucaqlayacaq, deyəcək, qardaşım, gəl yanıma. Səni arzulayırdım, səni gözləyirdim səbirsizliklə, gələsən səni qucaqlayım, bağrıma basın. Sən məni sevən, sən mənim sünnəmi yaşayan möminlərdənsən. Buna da dəlil, yəni mən nə deyirəm sözümdən demirəm. İmam Buxarinin səhiyində, rəvayətdə Peyğəmbər sallallahu aleyhi və sələm sahabələrinlə bir yerdə gəlir. Bəqi qəbirstanlığına. Ömrünün sonlarıdır. Artıq hiss eləyir ki, az bir zamandan sonra dünyadan köçəcək. Gəlir Bəqi qəbirstanlığına. Bəqi qəbirstanlığındakilara dua eləyir. Sonra deyir ki, az müddətdən sonra mən də sizə qovuşacağım. Və burada bir cümlə işlədir. Deyir ki, ümid edirəm ki, qardaşlarımı görəcəm. Qardaşlarımı səbirsizliklə görməyi arzulayıram. Nə vaxt onları görüb bağrıma basacağım. Onlarla görüşəcəm. Sahabələr təəccüblə baxır Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir, ya Rasulullah, hələ dünyaya gəlməmiş, bax sizlər, hələ dünyaya gəlməmiş, səndən sonra dünyaya gələcək. O möminləri sən qiyamət günü necə tanıyacaqsan? Necə biləcəksən ki, onlar səni görmədən səni sevən insanlardır? Sənin qardaşlarındır. Necə biləcəksən? Deyir, onların dəstəmaz aldığı əzalar nur saçacaq. Onu görüb, çağıracam hovuzumun yanına. Təsəvvür edin, qardaşlar. Məhşərdə durmuşsunuz, həyazan içində ki, görəsən mənim axırım nə olacaq? Görəsən mənə nə hökm veriləcək? Səbirsizliklə gözləyirsiniz. Birdən, uzaqdan Peyğəmbər sallallahu aleyhi və səlləm sizi çağırır. Qardaşlarım, gəlin yanıma. Bir-bir yaxınlaşıb qucaqlayırsınız. Bir-bir hamımızı qucaqlayır, keçin hovuzumun yanına. Bunu bir təsəvvür edin, qardaşlar. Bunun üçün ömrünü Peyğəmbər s.ə.v-in sünnəsinə həsr eləməyə dəyər. Vallahi ki, dəyər. Ömrünüzü buna sərf edin. Qiyamət üçün onun yanına düşmək üçün.